Bir sualım var. Əgər biri daxilən çox zəngin, ruhən cəngavər, azad və önəmlisi aşiq, amma zahirən çox kasad, lapçılı, yamaqlı, toz torpaq içində, gödəyi qaraçı günündə. Bu bəlkə də lənət, bəlkə də Allahın qəzəbi nəticəsində bəlli ki, böyük güclü adamlar günahsız olmur. Xüsusilə də cahillik həyatında. Əlqərəz, fəqət səni öz mağaraya bənzər yuvasını şam işıqları ilə, ləçəklərlə bəzəyib dəvət etsə, sən isə bu həyatda uğur qazanmış, imkanlı, nə yalan deyim, yaraşıqlı, cəlbedici hüsnünlə, heç kimə, heç nəyə önəm vermədən və anlayaraq ki, biz bir kəmərin suyuyuq, sadəcə bu aşikar, gerçək aqibəti ilə sən isə məzar evinə qədər şirin xəyallarınla qəbul edərdinmi bu dəvəti? Fahişə qadın, qəbul edərdinmi bu dəvəti? Fahişə qadın.